Bəzən bir toxunuş, bir ömürlük həyatımızı işıqlandırır. Hər gün milyonlarla insan öz enerjisini sevgi, əzm və vicdanla sərf edir. İşinə, insanlara, vətəninə. Məhz bu enerji ilə biz torpaqlarımızı azad etdik. Möhtəşəm zəfəri qazandıq. Füzuli bizimdir. Cəbrayıl bizimdir. Zəngilan bizimdir. Qubadlı bizimdir. Ağdam bizimdir. Laçın bizimdir. Kəlbəcər bizimdir. Şuşa bizimdir. Qarabağ bizimdir. Qarabağ Azərbaycandır. İşğal zonasından yaşıl enerji zonasına doğru yol aldıq. Qarabağ və Şərqi Zəngəzurda 307 meqavat gücündə 38 stansiya tikdik. ...340 meqavatlıq 3 günəş stansiyasının təməlini qoyduq. Biz zəfərin, azadlığın və inamın enerjisini davamlı gələcəyimizin işığına çeviririk. Hər damla işıqda zəfərin bir izi var, hər zəfərdə isə xalqımızın tükənməz enerjisi. Bu enerjini qorumaq hər birimizin vətən qarşısında borcudur. Azərbaycan zəfərin və enerjinin vətəni.